там вот сам музей, их офис, так сказать. Bu boyun altında 4 kilometre olabilir, 100 metre olabilir, 500 metre. Не хочет больше. Daha sırışım yanımda. Самые интересные скелетики. Yağlı gerçek. Папулька. Здесь таких. Deməli 80%-ni Azərbaycan Respublikasının ərazisindən tapılır. 20% isə digər ölkələrdən gəlir. Тут с рожками. Знакомьтесь. Наши древние друзья. Это, видимо, птичка какая-то. Такое ощущение, похоже на это самое. Тренажерный зал. Скелет тренажера. Там побольше, по ним большие. Salonник. Yenə də birisini çağırdılar, yenə də bunu da öldürdülər, yazdı. Bax, belə bir faciə yaşanmışdı. Это второй. İndi isə paydomsi dальше mən sizə başqa bir möcüzədən danışacağım. Mən əzizlərim, mən istəyərdim ki, siz özünüzdə biləsiniz, dünyaya gəldəki dünya bilir onsuz da Azərbaycan xalqımızı da çatdırasınız ki, dünyada 3 dənə böyük qır gölü var. Amerikada, Trinidadda və Binəqədidə. Красавчик. Onu qır gölü, ortasına qır çalasıdır və 38-ci ildə bizim Binəqədi qır gölündə bu Binəqədi kərkədanının sümükləri tapılır. Əlbəttə 38-ci il mürəkkəb idi, yəni heç də axtarışlar üçün olan il deyildi və 50-ci illərdə. Минутка отвратительного. Bilirsiniz, mən bir zaolum deyiləm və bunları heç vaxt tutmamışam. Yaşlandı qaçırlar. Amma bu heyvanlarda bir də görürsən ki, örümcül var halda da, olmuşsa öləcəklər olacaq. Görürsən onu bu pitondur. Bu Azərbaycanda olmaz. Yox, Amazonkadan gəlir. Mən buranın kraliçasını sizə göstərmək istəyirəm. Bax, baxın, bax, Gürzə. Там рыбки тоже. Gürzədən nə demək istəyirəm? Deməli, Sovet hökumətinin vaxtından Azərbaycanda ilk serpentari bizdə açılmışdı. Və fikir verin,